Salam uşaqlar, bugün düzbucaqlı üçbucağın iti bucaqları 15 dərəcə və 75 dərəcə verildikdə C bərabərdir 4H qaydasını isbat edəcəyik. Bunun üçün düzbucaq təpəsindən oturacaqla 15 dərəcəlik bucaq əmələ gətirən ikinci bir xətt çəkirəm. Burada da 15 dərəcəni göstərirəm. Burada da 15 dərəcəni qeyd edirəm və burada yaranan üçbucağın bərabər yanlı üçbucaq olduğunu artıq gördük. Və üçbucağın daxili bucaqları 180 dərəcə olduğuna görə buradakı bucaq olur 150 və onun digər tərəfi 30 dərəcə. 90, 30 buradakı bucaq da olur 60 dərəcə və bütöv düz bucaq olduğu üçün burada olur 15 dərəcə. İndi fikir versək, içəridəki balaca düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli, bura 2H-dır ki, 30 dərəcəli bucaq qarşısındakı katet 2H-ın yarısıdır. Və eyni zamanda burada 2H-dır ki, bunlar bərabər yanlı idi. Bu üçbucaq bərabər yanlı olduğu üçün yan tərəflər bərabərdir. Və keçirik digər tərəfə. Bu bucaq bütöv 75 dərəcədir. Üçbucağın buradakı bucağı da 60 ilə 15-i toplasaq, bunlar da 75 dərəcədir. Onda belə çıxır ki, göstərdiyim bu hissələr bir-birinə bərabərdir. Yəni 2H elə bu tərəfə bərabərdir. Burada 2H-dır və bütövlükdə C yenə də 4H olur.